Bax narkotikdən niyə qurtula bilmirlər? İradəsizdirlər deyənə, düzdürmü? Amma iradəli insan bir gündə onu əgər qərar verdisə, onu ata bilər, qurtula bilər. Sən bu kitabları oxumamış, bu quşların dilini, bu ağacların dilini başa düşə bilməzsən. Bəzən qadınlar şikayət edirlər ki, yoldaşım narsistdir, abuzdur, çox pis ailə həyatımız var və yaxud atam anam məni incidib və s. 7-sində nəsənsə, 70-ində də osan. Bu elə belə deyil. Bizi incidən insanlar bizi ailələşməyə aparır. Mən fərd olaraq bu dünyaya bu cür gəlmişəm. Mən özümü Aytən eləyə bilmərəm. Mən özümü başqa bir insan eləyə bilmərəm. İnsan neqativdə yaşayaraq Allahla rabitəni möhkəmləndirə bilməz. Onun otağına icazə girmək olmaz. Yəni demirəm, günümüzü qara eləyib, amma onun gözəl sərhədləri var. Sözün altında hiss yoxdur, o sözün heç bir dəyəri yoxdur. Sən öz övladına danışmadan belə tərbiyə verə bilərsən.